Və əslində bu qəbil insanların məqsədi Qur'anı inkar etməkdir. Ümumilikdə, bütövlükdə sünnəti inkar edənlər var. Onların məqsədi sünnətin inkarı deyil. Məqsədi Qur'anın inkarıdır. Lakin Qur'anın inkarına aparıb çıxaran yoldur bu. Bunu necə edirlər? Çünki adam gəlib, desə ki, məsələn, filan ayə batildir, filan ayə düz deyil, filan surəni inkar edirəm və s. Onu kim qəbul edəcək? Heç kəs. Yəni, mən müsəlmanam deyə, heç bir çevrəyə o girə biləsi deyil. Yəni, bilinəcək ki, bu kimdir? Amma bu belə eləmir. Nə edir? Gəlir, işin əvvəlində sünnəti bütövlükdə inkar eləmir. Başlayır, filan hədis ağla uyğun deyil, filan hədis məntiqə uyğun deyil, filan hədis filan ayəyə uyğun deyil, yəni sünnətin bir hissəsini. Artıq insanları buna öyrəşdirdi. Biraz zaman keçəndən sonra deyir ki, ümumiyyətlə, Peyğəmbər adına rəvayət olmuş bütün hədislər nədir? Yalandır. Bunu da yerdəndən sonra bir müddət keçir, başlayır Qur'an ayələrinə keçir, sonra da Qur'an surələrinə. Bizdəki kimi. Əvvəl belə başlamadı. Sonra neynədi? Başladı Qur'anda müəyyən ayələri inkar etməyə. Amma nə formada? Ayəni inkar eləsə, maskası düşdü. Neyniyir? Deyir, səhv tərcümə olunub. Biz də deyirik ki, tamam, tərcümə edən səhv edib. Tərcüməyə ehtiyacı olmayan ərəb də oxuyanda onu anlayıraq. Ona nə deyəcəksən? Sonra başladı surələri inkar edib. Məsələn, Yusuf surəsini tamamilə inkar edib. Yəni, onun təfsiri ilə götürsək, Yusuf əleyhissalam türməyə düşmüyor. Atasının gözü tutulmuyor. Bu qadınlar olan, bu şeylərin heç birisi olmuyor. Bəs Quranda yazılanlar olduğu kimi deyil. Deməli, əslində sünnət, hədis inkarçılığında məqsəd nə idi? Qur'an inkarı. Çünki sünnəti inkar edəndə artıq Qur'an əlində olur bir oyuncaq. İstədiyin ayəni, istədiyin formada, necə istəsən, hara istəsən, yönəldə bilirsən. Amma sünnəni qəbul edəndə bu sənə imkan vermir, bu sənə şərait yaratmır. Ona görə əslində belə baxanda həmin o sünnət inkarçılarının sünnətə yanaşması eyni ilə ateistlərin, dinsizlərin Qur'ana yanaşması kimidir. Eyni məntiq işləyir. Məsələn, nə? Misal üçün, adam gəlir deyir ki, bu nə hədisdir? Bu necə qəbul edilir? Hansı hədis? Səhih Buxarıda gələn. Hansı hədis? Allah Resulü Aleyhisselatü Vesselam deyir ki, heyvan öz sahibi ilə açıq aydın ərəbcə danışdı. Və buna Abu Bakır da iman elədi, Ömər də. Halbuki o hadisədə heç biri yox idi. Bir necə, məsələn, bir inək, bir heyvan öz sahibi ilə açıq aydın ərəbcə danışa. Bu hədis harada gəlir? Sünnədə, Buxarıda. Bunu inkar eləmək rahatdır. Tamam, bəs Qur'anda Süleyman əleyhissalamın qarışqa ilə söhbətinə nə deyəcəksən? İnəkdən səs gəlir, qarışqada səs də gəlmir. Fikir versə, eyni məntiqdir. Yəni, bir ateist buna necə dil uzadır, təni edirsə, sən də onun eynisinə, o məntiqlə sünnəyə təni edirsən. Lakin həqiqətdə məqsəd elə Qur'ana təni etməkdir.